Salamlayıram hər birinizi yeni bir öz izahatından. Bugün sizinlə biz Osmanlı İmperiyasının ikinci hissəsinin izahatını verəcək. Baxaq görək Osmanlı İmperiyası ümumilikdə 19-cu yüzilliyə girdiyimizdə onun siyasi iqtisadi vəziyyəti nə yerdə idi? Ümumilikdə 19-cu əsrə girdiyimizdə artıq Osmanlı dövlətinin daxili vəziyyəti çox gərgin idi. Belə ki, Osmanlı dövlətinin əsasən Afrika torpaqlarında və həmçinindəki Balkan yarımadasındakı ərazilərində belə deyək ki, yerli xalqlar üsyan qaldırırdılar və onlar öz azadlıqlarını bərpa eləmək istəyirdilər və artıq digər ərazilərdə Osmanlının tabeçiliyində olan uzaq, əsasən də burada biz yenə Afrikanı vurğulamalıyıq ki, Afrikada yerləşən Osmanlının ərazilərində yerli canişinlər, yerli əyanlar hakimiyyəti ələ keçirmişdilər və artıq Osmanlı dövləti ilə heç bir hesablaşma da aparmırdılar və Osmanlı dövlətinin də bildiyimiz kimi 19-cu yüzilliyə daxil olan da hərbi qüdrətinin zəifləməsi onun yerli əyanlar tərəfindən olsun, yerli hakimlər, digər yerli xalqlar tərəfindən düzgün qəbul edilməməsinə və onların zəif görülməsinə səbəb olmuşdu və Osmanlı buna qarşı heç bir iş görə bilmirdi. Və bundan başqa Osmanlı hələ də 19-cu yüzillikdə yenə də həm Avropada, həm Asiyada, həm Afrikada, yəni 3 qitədə torpaqlara sahib idi, lakin hər cəhətdən həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən geri qalırdı. Osmanlı dövlətindəki hərbilərin sistemi demək olar ki, iflasa uğramışdı. Hərbilərin sistemi nədir? Hərbilərin sistemi deyildikdə Osmanlıda hərbi xidmətə görə verilən torpaqların sistemi nəzərdə tutulur. Burada Osmanlıda xidmətə görə verilən torpaqlar timar və ziyamət idi və hərbilərin sistemi böhrana uğrayır deyəndə biz nəyi nəzərdə tuturuq? Timar və ziyamət sahiblərinin əsas məqsədi nədir? Onlara bu torpaq ona görə verilir ki, onlar torpaqdan vergi toplasınlar və buradan əskər toplayıb lazım olanda Osmanlı Sultanı müharibə elan edəndə Osmanlı Sultanı ordu ilə təchiz eləsinlər. Lakin bu dövrdə timar və ziyamət sahibləri həddindən artıq iqtisadi böhran keçirirlər, iflasa uğrayırlar və məcbur qalır. Timar sahiblərinin çoxu hətta öz torpaqlarını bir hissə yavaş-yavaş xırda ərazilərə bölərək başqalarına satır və bu yolla həyatda qalmağa çalışır. Və bu da Osmanlı ordusunun belə deyək, hərbi cəhətdən çox zəiflədən əsas səbəblərdən biri idi. Bundan başqa Osmanlı dövlətinin bu vəziyyətə düşməsindən istifadə edən xarici dövlətlər, xüsusilə İngiltərə, Fransa, Avstriya, həmçinin Rusiya Osmanlı dövlətinin ərazisini bölüşdürmək siyasəti güdürdülər. Yenə Fransa Burj inqilabı başa çatdıqdan sonra şərq məsələsi yenidən gündəmə gəlmiş və Osmanlının ərazisinin bölüşdürülməsi bütün Avropa ölkələrinin ən əsas xülyasına çevrilmişdi. Belə ki, İngilislər Misirdə, Fransızlar isə Əlcəzair bölgəsində, burada Balkan yarımadasında isə Avstriya və Rusiya hökmranlıq sürmək istəyirdilər və burada möhkəmlənməyə çalışırdılar. Gəlin baxaq görək bizim hökmdarlar bu dövrdə nə iş görürlər. İlk öncə 1806-12-ci ildə başlayan ilk müharibəmizdən danışmaya başlayaq. Osmanlı dövlətində xüsusilə diqqət yetirməli olduğumuz yerlər Rus-Osmanlı müharibələri və bu müharibələrin nəticəsində bağlanan sülh müqavilələridir. 1806-cı ilə gələndə Rusiya ilə Osmanlı dövləti arasında əvvəllər bir yaxınlaşma sezilirdi. Çünki bunun səbəbi Fransız Burj inqilabı nəticəsində hakimiyyətə gələn Napoleona qarşı birgə mübarizə təşkil edirdi. Belə ki, Napoleon bütün Avropanın altından girib üstündən çıxmışdı və Osmanlı və Rusiya keçmiş düşmənlər məcbur qalıb birləşməyə və yaxınlaşmağa meyil göstərmişdilər. Lakin bu birləşmə və yaxınlaşma meyilləri uzun çəkmir. Belə ki, 1806-cı ildə Rusiya Osmanlının ərazisi sayılan belə deyək, Moldova və Valaxiya ərazilərinə, bugünkü Rumeniyaya yaxın bir ərazidir. Demək olar Rumeniyanın ərazisidir Moldova və Valaxiya. Bu ərazilərə Rusiya hücum eləyir və bu hücum nəticəsində də 1806-da Rus-Osmanlı müharibəsi yenidən başlayır. Bu 19-cu yüzillikdəki ilk Rus-Osmanlı müharibəsi idi. Müharibənin nəticəsində Osmanlı İmperiyası ağır məğlubiyyətə uğrayır və 1812-ci ildə Buxarest sülh müqaviləsini imzalamaq məcburiyyətində qalır. Buxarest sülhünün 3 şərti var idi. 1. Bessarabiya ərazisi. Bessarabiya Rusiya verilməli idi. 2.
Rusiya istədiyi müddət Dunay çayında öz ticarət gəmilərini üzdürə bilər. Bundan başqa Moldova və Valaxiya isə Osmanlının tərkibində saxlanılacaqdı. Beləliklə 1806-12-ci il müharibəsi Osmanlının məğlubiyyəti ilə başa çatır. Müharibə nəticəsində Buxarest sülh müqaviləsi imzalanır. Sülhün şərtlərinə görə Bessarabiya ərazisi verilir Rusiya. Moldova və Valaxiya Osmanlının tərkibində saxlanılır və ruslar Dunay çayı sahilində, Dunay çayı sahili deyirəm daha doğrusu, Dunay çayının özündə rahat, sərbəst üzmə hüququ əldə edirlər. Davam edək, beləliklə keçid edək biz növbəti müharibələrimizə. Demək olar 19-cu əsrin 2-10 illiklərində baş verən müharibədə Osmanlı məğlub olur, lakin bununla da başa çatmır. Dediyimiz kimi Osmanlının Balkan yarımadasındakı ərazilərdə bir xeyli azadlıq üçün xalqlar mübarizəyə başlayacaqdılar və Balkan yarımadasında əsas azadlıqları uğrunda mübarizə aparan bu dövrdə iki dövlət var. Hələ dövlət deməyək, yəni əvvəllər Osmanlının tərkibində olmuş ərazilər indi dövlət qurmaq hülyasına düşürlər. Bunlardan biri Serbiya, digəri isə Yunanistandır. Belə ki, serblər də 19-cu yüzilliyin ilk 10 illiyində üsyan qaldırırlar 1800-1810-cu illər arasında. Daha sonra bu üsyanlardan ən mütəşəkkili, yəni ən güclüsü isə 1821-1829-cu illəri əhatə edən Yunanistan üsyanı olur. Beləliklə bu Balkan yarımadasında baş verən üsyanlarda həm serblərin, həm yunanların Osmanlıdan tələbi onlara müstəqillik verilməsi idi və bu dövrdə biz az öncə vurğuladığımız kimi digər Avropa ölkələri olan İngiltərə, Fransa, Avstriya kimi, Rusiya kimi ölkələr Osmanlını zəiflətmək və onun torpaqlarını öz aralarında bölüşdürmək siyasəti yeridirlər və buna görə Balkan yarımadasındakı qalxan üsyanları dəstəkləyirlər və Osmanlı sultanına bəs ultimatum göndərirlər ki, həm Serbiya, həm Yunanistana müstəqillik verilsin. Lakin Osmanlı hər iki tələbi də rədd edir. Belə olanda müttəfiq donanmalarla Osmanlı qoşunu arasında bir döyüş baş verir. 1827-ci il. 1827-ci ildə hələ yeni qurulan Osmanlı donanması ilə Rus, Fransız və İngilis donanması qarşı-qarşıya gəlir. Baş verən döyüşdə Osmanlı donanması təklənərək tam şəkildə məhv olunur. Döyüş Navarin dəniz döyüşü olaraq tarixə düşür. Deməli, 1827-ci il müttəfiqlər Rus, Fransız və İngilis donanması Osmanlı donanması Navarin buxtasında məğlubiyyətə düçar edir və bununla da Osmanlı bu müharibədə müttəfiqlərə məğlub olur. Məğlubiyyətin ardı ilə də Osmanlı ilə Rusiya arasında yeni bir müharibə başlayır. Belə ki, Rusiya Osmanlının nəfəs dərməsinə belə imkan vermədən 1828-də Osmanlıya müharibə elan edir. 1828-29 yeni Rus-Osmanlı müharibəsi. Başlayan bu müharibənin nəticəsində Osmanlılar yenə ağır bir məğlubiyyətə düçar olurlar. Müharibə nəticəsində Osmanlı 1829-cu ildə Ədirnə sülhünü imzalamaq məcburiyyətində qalır. Ədirnə sülhünün şərtlərində nə deyilir? 1. Ədirnə sülhünün şərtinə görə ilk öncə Yunanistana müstəqillik veriləcəkdi və onun müstəqilliyi Osmanlılar tərəfindən tanınacaqdı. Beləliklə Yunanistana nə zaman müstəqillik verildi? Yadda saxlayırıq, 1829 Ədirnə sülh müqaviləsində və Osmanlı Yunanistanın müstəqilliyini tanıdı. 2. Osmanlı dövləti təzminat ödəməli idi. Təzminat deyiləndə məğlub olan ölkənin qalib olan ölkəyə pul verilməsi nəzərdə tutulur. Osmanlı Rusiyaya yüklü miqdarda təzminat ödəyəcəkdi. 3. Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanıyırdı. Və nəhayət 4. Beləliklə Osmanlı dövləti həmçinin keçmişdə öz ərazisində yerləşən, hələ də özünə tabe olan Moldova, Valaxiya və Serbiya daxili muxtariyyət verəcəkdi. Moldova, Valaxiya və Serbiya isə daxili müstəqillik və yaxud digər adı ilə muxtariyyət hüququ. Beləliklə biz nə öyrəndik 1829 Ədirnə sülh müqaviləsində? 1828-29-da bir müharibə baş verdi Rus-Osmanlı arasında. Rusiya qalib gəldi və Osmanlı sülh müqaviləsi imzaladı. Yunanistan Osmanlı
müstəqillik verdi və bunu tanıdı. Osmanlı Rusiya xeyli miqdarda təzminat ödəməli oldu. Osmanlı Rusların Cənubi Qafqazdakı bütün işğallarını tanımalı oldu və Osmanlı öz ərazisində yerləşən Moldova, Valaxiya və Serbiyaya muxtariyyət hüququ verdi. Muxtariyyət öz daxili işlərində müstəqillik verilən dövlətlər deməkdir. Yəni daxili işlərində müstəqil olan bir dövlət. Xaricdə hələ də Osmanlıdan asılı idilər, ancaq daxili işlərində Moldova, Valaxiya və Serbiya müstəqilliklərini elan elədilər. Davam elədik. Baxaq Ədirnə sülhündən də çıxaq. Biz indi 2 sülh müqaviləsi öyrəndik. Buxarest sülh müqaviləsi 1812 və bir də öyrəndik 1829. Ədirnə sülhü müqayisəyə tez keçirilək. Buradan hər ikisində Rusiya qalib gəlir, Osmanlı məğlub olur. Hər ikisində Moldova və Valaxiya hansı dövlətə verildi? Osmanlıya. Osmanlının tərkibində qaldı Moldova, Valaxiya və hər ikisində Osmanlı Rusların Cənubi Qafqazdakı işğallarını tam şəkildə tanımışdı. Bu da oldu bizim Buxarest və Ədirnə sülh müqavilələri üçün oxşar cəhətlərimiz. İndi isə keçirik nəyə? Keçirik Osmanlı sultanlarının islahatlarına. Başlayaq 1-ci, 2-ci Mahmudun islahatından. 2-ci Mahmud nə iş görübdü? 2-ci Mahmud ilk öncə ordu islahatı həyata keçirib. Hərbi islahat neçənci ildə keçirilir? 1826-cı il. 2-ci Mahmudun islahatı ilə birlikdə Yeniçəri birlikləri tam şəkildə ləğv edildi. Deməli, tarixdə Osmanlı tarixində Orxan Qazi dövründə yaradılan Yeniçəri birliyi hansı sultan tərəfindən ləğv olunub? Sultan 2-ci Mahmud tərəfindən 1826-da verilən qərar ilə və bunun əvəzinə yeni piyada korpusu yaradılacaqdı. Yeni bir Avropa stilli piyada korpusu yaradılır. Bunlar nizami hərbi dəstələri idi və burada artıq hər hansısa bir timar sistemindən də danışmaq olmaz. Gələk 1830-cu il qərarına. 1830-cu ilə görə ümumi hərbi mükəlləfiyyət elan olunurdu. Müasir dövrdə olduğu kimi. Müasir dövrdə necə ki müəyyən yaş həddinə çatan bütün kişilər gedib müəyyən müddət hərbi xidmət çəkməlidirlər. Osmanlıda da bu qayda 1830-cu ildə qüvvəyə minib. Ümumi hərbi mükəlləfiyyət elan edilir və bununla yanaşı hərbi len sistemi də ləğv olunur. Hərbi len sistemini yadımıza saldıq tez. Hərbi len sistemi nə idi? Timar və ziyamət torpaqları Osmanlı ordusunda xidmət edənlərə verilən, xidmət qarşılığında verilən torpaqlar idi. Ziyamətlə timar artıq timarlar geriyə alınır, dövlətin xeyrinə müsadirə olunur və alınmış timarların qarşılığında keçmiş timar sahiblərinə kompensasiya, yəni qarşılıq olaraq pensiya, təqaüd verilirdi. Beləliklə 2-ci Mahmud hərbi islahat nəticəsində Yeniçəri birliklərini ləğv elədi. Yeni bir qoşun növü olan yeni piyada korpusu yaratdı Avropa nümunəsində. Bunlar nizami hərbi dəstələri idi. 1830-da ümumi hərbi mükəlləfiyyət elan olundu. Yəni bütün hər kəs orduya çağırılırdı yaşı çatandan sonra. Bundan başqa hərbi len sistemi ləğv olundu. Timar dövlətin xeyrinə müsadirə olundu və dövlət bunun qarşılığında timar sahiblərinə kompensasiya olaraq təqaüd ödəməyə başladı. Pensiya deyək. Davam edək. Baxaq bu dövrdə nədən danışırıq biz? Danışırıq idarə etmə islahatından. İdarə etmə islahatına əsasən 2-ci Mahmud neynədi? 2-ci Mahmud Avropa stilində nazirliklər yaratdı. Dövləti idarə etməkdən ötəri nazirliklər yaradıldı və bu islahat zamanında əsas nümunə olaraq Avropa ölkələri götürülmüşdü. Deməli, burada bir şey yada salırıq. Avropa dövləti nümunəsində öz idarə etmə aparatını qurmağa çalışmışdı Sultan 3-cü Əhməd. Avropada səfirliklər açdırmışdı 3-cü Səlim. Ölkəsində, Osmanlı dövlətində Avropa nümunəsində nazirliklər yaratdı 2-ci Mahmud. Bunu da belə vurduq yaddaşa. Davam elədik. Baxaq 2-ci Mahmudun sonuncu islahatı olan mədəni islahatı barədə danışaq.
Mədəni islahat barədə o dövrdə mənbələrdə məlumat verilir ki, Osmanlının şərq tipli görünüşü, şərq tipli xarici görünüşü artıq dəyişir və onlar daha çox Avropa geyiminə keçirlər. Belə ki, əvvəllər rəngli şərq geyimləri geyinən Osmanlı insanları artıq Avropa kimi kostyum şalvar geyinir, bir növ əvvəlki çarıqların əvəzinə ayaqlarına tuflilər geyinirlər və başlarına isə çalma əvəzinə fəs qoyurlar. Fəs isə bildiyimiz bu Osmanlı kinolarına yəqin ki baxıbsınızsa Sultan Əbdülhəmidə filan o qırmızı balaca papaqlara verilən addır və beləliklə Osmanlının tam şəkildə belə deyək ki, mənbələrdə göstərilir ki, Osmanlı dövrün Avropasını əməlicənə oxşamağa başlamışdı və insanlar da artıq mədəniləşmiş, fransız dilində, kübar dilində danışmağa başlamış və insanların həyatında çox geniş böyük dəyişikliklər baş vermişdi. Biz danışdıq 2-ci Mahmudun islahatlarından, hərbi islahat, danışdıq idarə etmə islahatı, danışdıq mədəni islahat. İndi isə keçid eləyək biz kimə? 1839, 1861. Danışırıq Sultan 1-ci Əbdülməciddən. Sultan 1-ci Əbdülməcid nə işlər görübdü? Sultan 1-ci Əbdülməcidin hakimiyyəti illərində tam şəkildə demək olar ki, Gülxanə Xətti Şərifi adlanan bir islahat proqramı həyata keçirilib. Gülxanə Xətti Şərifi. Bu nədir? Hakimiyyətə gəlməsi ilə birlikdə 1-ci Əbdülməcid daha doğrusu bunu elan eləyir. Bu islahatlar tarixə Tənzimat-ı Xeyriyyə islahatları olaraq keçir. İfadələr biraz qəliz ola bilər, ancaq yadda saxlayaq. Sultan 1-ci Əbdülməcid 1839-cu ildən Gülxanə Xətti Şərifi adlanan bir fərman imzalayıb və bu fərman sayəsində Tənzimat-ı Xeyriyyə gələcəkdə adlanan islahatlar proqramı həyata keçirilməyə başlayıbdı. Sözün mənası Tənzimat-ı Xeyriyyə tənzim eləmək, yəni tənzimləmək, yoluna qoymaq deməkdir. Hər şeyi xeyir yolunda tənzimləmək, yoluna qoymaq, hər şeyi yoluna yordamına qoymaq deməkdir islahatın mənası və elə də olur. Sultan 1-ci Əbdülməcid islahatları sayəsində Osmanlı dövlətində dinindən asılı olmayaraq Osmanlının bütün təbəələri qanun qarşısında bərabər elan olunur və Osmanlı dövlətində bu Gülxanə Xətti Şərifi deyiləndə nələr nəzərdə tutulur, bunların hamısına geniş şəkildə baxaq. Belə ki, əsas məsələ vergilərin ədalətli və nizamlı yığılmasından bəhs olunurdu. Bu Gülxanə Xətti Şərifinə görə iltisam sistemi tam şəkildə ləğv olunmalı idi. Bütün təbəələr az öncə də vurğuladığımız kimi dilindən, dinsindən, cirqindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabər olunmalı və hər kəsin həyatı təhlükəsizliyi təmin olunmalı idi və bundan başqa ümumilikdə dövlət aparatında qayda qanun yaradılmalı və orduya çağırış nizamlanmalı idi. Hətta Xətti Şərif islahatları sayəsində biz deyirik ki, Osmanlı dövlətində ilk dəfə olaraq Sultan 1-ci Əbdülməcidin dövründə universitetlər açıldı. Ali məktəblər, Avropa nümunəsində olan universitetlər və bundan başqa ilk dəfə olaraq xüsusi hərbi tədris ocaqları da açılmağa başladı. Beləliklə, Sultan Əbdülməcid haqqında nə bildik? 1839-61-də hakimiyyətdə olub. Hakimiyyətə gəldiyi il 1839-da Gülxanə Xətti Şərifi adlanan bir fərman imzalayıb. Fərmana əsasən gələcəkdə Tənzimat-ı Xeyriyyə adlanan islahatlar proqramı başlayıb həyata keçirilməyə. Bu islahatlar sayəsində nələrə imza atılmalı, nələr qaydaya salınmalı idi? Ümumiyyətlə sözün mənası elə tənzimat sözün mənası yoluna yordamına qoymaqdan ibarət idi. 1. Vergilər yerinə qoyulmalı, iltisam sistemi ləğv olunmalı. 2. Hər kəs dilindən, irqindən, cinsindən asılı olmayaraq qanun qarşısında bərabər elan olunaraq həyatlarının təhlükəsizliyi təmin olunmalı. 3-cü olaraq da ölkədə qayda qanun yaradılacaq. 4. Ordu nizama salınacaq. Ordunun çağırılmasında, ordu ehtiyatlarının toplanmasında qayda qanun yaradılacaqdır və həmçinin ilk dəfə 1-ci Əbdülməcidin dövründə Avropa nümunəsində ilk universitet fəaliyyət göstərməyə başlayır. Mədrəsə yox, universitet. Davam elədik, baxaq. Məhz 1-ci Əbdülməcidin ölümündən sonra 1-ci Əbdülməcidlə 2-ci Əbdülhəmid arasındakı olan dövrdə Osmanlı dövlət tarixində yeni bir cəmiyyət meydana gəlir. 1865 yeni
Osmanlılar cəmiyyəti. Biz artıq müasir dövr dövlətlərinin 19-cu əsrin tarixindən danışanda bir çox belə gizli təşkilatlar görəcəyik. Bu yeni Osmanlılar belə də gizli təşkilat deyildi. 1865-də yaranmış və onlar bir proqram qəbul eləmişlər. Proqramlarının əsas iki istiqaməti var idi. Bir, Osmanlıda konstitusiya qəbul olunmasına nail olmaq. İki, burada vurğulamalıyıq, əsasən biz qanuni, konstitusiyalı monarxiyada dövləti idarə edən aparat parlamentdir. Parlamentin yaradılması. Deməli, 1865 Yeni Osmanlı cəmiyyəti bir proqram qəbul edir. Proqramın da iki istiqaməti var. Nədir? Konstitusiya qəbul etdirilsin, parlament yaradılsın və bunun üçün fəaliyyətə başlayırlar. Elə 1876-cı ildə onlar tam şəkildə hakimiyyəti ələ keçirirlər. Belə ki, kitablarımızda çox geniş vurğulanmır. Onların bir qiyamı var. Qiyam nəticəsində Sultan Əbdüləzizi öldürürlər və Sultan Əbdüləzizi öldürəndən sonra onun daha az yaşlı olan, digər qohum olan 2-ci Əbdülhəmidi taxta çıxarırlar. 1876-da 2-ci Əbdülhəmid taxta çıxarılır və Əbdülhəmidə Yeni Osmanlılar zorla konstitusiya və parlamentin yaradılması haqqında qanunu, fərmanı qəbul elətdirirlər. Beləliklə 1876-cı ildə Yeni Osmanlılar öz məqsədlərinə nail olur. Belə ki, Osmanlı 1876-cı ildə konstitusiya qəbul edir və beləliklə Osmanlı konstitusiyalı monarxiyaya çevrilir. Konstitusiyalı monarxiya nədir? Monarxiya ümumilikdə hakimiyyətin başında bir hökmdarın, kral ailəsinin durduğu dövlətdir və hakimiyyət irsən atadan oğula ötürülür. Konstitusiyalı monarxiyada monarxın hüquqları məhdudlaşdırılır və ölkə qayda qanunlarla parlamentlə idarə olunur və yaxud da hər hansısa bir seçkili orqan tərəfindən idarə olunur. Konstitusiyası olan bir krallıq, imperatorluq nə adlanır? Konstitusiyalı monarxiya və Osmanlıda bu rejim nə zaman bərqərar olub? 1876-da. Yeni Osmanlılar, əgər sizə deyilsə ki, tamamilə Osmanlı sultanlığının ləğv olunmasını, yəni sultanın hakimiyyətinin konkret olaraq ləğv olunmasını tələb edirdilər. Bu yanlış bir anlayışdır. Diqqətli olun. Yeni Osmanlılar sultan rejiminə loyal münasibət bəsləyirlər. Loyal münasibət nədir? Yəni sadiq qalırdılar. Onlar sultanlığın ləğv olunmasını istəmir. Sadəcə olaraq monarxiya saxlanılsın. Onların istədiyi sadəcə bir şey var. Qayda qanun. Konstitusiyamız olsun, parlamentimiz olsun və salam. Sultan qalır, qalsın. Sultanla bizim işimiz yoxdur. Və həmçinin bunlar Tənzimat-ı Xeyriyyə islahatı ki var idi Sultan 1-ci Əbdülməcidin, həmin o Tənzimat-ı Xeyriyyə islahatlarını da özləri davam elətdirəcək. Beləliklə, biz sizlə Yeni Osmanlılar barədə danışdıq. Onlar ölkədə konstitusiyalı monarxiya sistemini yaratdılar. Lakin bu uzun çəkməyəcək. Gələk bir müharibəyə baxaq. 1876, daha doğrusu 1877, 1878 Rusiya ilə Osmanlı arasında yeni bir müharibə baş verir. Rusiya ilə yeni bir müharibəni başladan Yeni Osmanlılar cəmiyyəti olur. Yeni Osmanlılar Rusiyaya qarşı aparacaqları yeni bir müharibədə qalib gələcəklərini güman edirlər və onlar Rusiya müharibə elan edirlər. Bu xəritə biraz köhnə xəritədir. Gələk bu xəritəyə baxaq. Əla. Davam edək. 1877-78-ci il müharibəsində nə baş verir? Müharibə həm Balkan yarımadasında, həm Qafqaz ərazisində davam eləsə də, müharibə yenə də Osmanlının məğlubiyyəti ilə nəticələnir və 1878-də San Stefano sülhü imzalanır. San Stefano sülhü çox ağır şərtli bir sülh idi Osmanlı dövləti üçün və Osmanlı bir xeyli torpaq itirəcəkdi. Lakin Osmanlının tam şəkildə Rusiya tərəfindən ələ keçirilməsi, Rusiya tərəfindən Osmanlı torpaqlarının işğalı ilə barışmayan İngiltərə, Fransa kimi Avropa dövlətləri buna qarşı çıxırlar. Belə ki, onlar istəmirdilər ki, Rusiya Osmanlının ərazilərinin böyük bir qismini ələ keçirsin. Axı İngilislər də, Fransızlar da, Avstriyalılar da istəyirlər Osmanlının ərazisini özləri bölüşdürsünlər və bunun üçün Rusiya deyirlər ki, xeyr, simvol San Stefano sülhü tanınmır. Yeni qaydamızla biz konqrensiyyatı keçirməliyik. 1878. Baxaq. San Stefano sülhünü tanımayan Avropa dövlətləri 1878-də Berlin konqrensini çağırırlar. Berlin konqrensində yenidən Rus və Osmanlı arasında imzalanan bu San Stefano sülhü masaya qoyulur və yeni bir qərar qəbul olunur. 1. Bolqaristan
Balkan yarımadasında yerləşən Bolqarıstan Osmanlıdan asılı knyazlığa çevriləcəkdi. 2. San Stefano sülhündən fərqli olaraq Osmanlıya bəzi ərazilər geri qaytarılır. Bunların içərisində Makedoniya ərazisi, Şərqi Anadoluda xüsusilə biz vurğulamalıyıq, Bəyazit şəhəri Osmanlıya geri qaytarılırdı. Davam elədik. 3-cü bənd Çernogoriya deməz Montenegroda deməz Qaradağ ərazisi və həmçinin Serbiya və Rumeniyaya müstəqillik verilirdi. Diqqət! Sülh müqavilələrində hansı dövlətlərə azadlıq verilib, hansı dövlətlər asılı knyazlıqlar olub, hansı dövlət muxtariyyət hüququ əldə edib, bunlara diqqətlə yanaşmaq və yadda saxlamaq lazımdır. Deməli, Berlin Konqresinin əsas qərarları nə oldu? Bolqarıstan Osmanlıdan asılı bir knyazlığa çevrilir, Makedoniya, Şərqi Anadolu və Bəyazit Osmanlıya geri qaytarılır və Çernogoriya, Serbiya və Rumeniya müstəqillik verilirdi. Beləliklə, Osmanlının Balkan yarımadası ərazisində Berlin Konqresinə əsasən 3 müstəqil ölkə Çernogoriya, Serbiya və Rumeniya dövlətləri yarandı. Bundan başqa Berlin Konqresinin digər qərarları var. İngiltərə boş çıxası deyir ki, buradan. İngiltərə Osmanlıdan Kipr adasını icarəyə götürür və bir daha geri qaytarmır. İngiltərə Kipr adasını icarəyə götürsün, Avstriya-Macaristan imperiyası isə Osmanlıya aid olan Bosniya və Hersegovinanın ərazisini bir müddətlik dırnaqarası öz idarəsinə götürür. Rusiya isə Qars, Ərdahan, Batum ərazilərini ələ keçirir. Beləliklə 1878-ci il müharibəsində San Stefano sülhü tanınmır və bunun üçün Berlin Konqresi çağırılır. Berlin Konqresinə görə Osmanlıya aid qərarlar: 1. Bolqarıstan asılı knyazlığa çevriləcək Osmanlıdan. 2. Osmanlı Makedoniya, Şərqi Anadolu və Bəyazit şəhərlərini geri götürəcək. 3. Osmanlı Çernogoriya, Serbiya və Rumeniyaya müstəqillik verəcəkdi. Ardı ilə İngiltərəyə Kipr adası icarəyə verilir. Avstriya-Macaristan dırnaqarası müvəqqəti idarə üçün Bosniya-Hersegovinanı özünə götürür. Rusiya Qars, Ərdahan, Batum şəhərlərini ələ keçirirdi və beləliklə Berlin Konqresi Osmanlı dövləti üçün 19-cu yüzillikdəki ən ağır müqavilə desək yerində olardı. Davam edək. Yeni Osmanlılar 1876-cı ildən 78-ə qədər Osmanlı dövlətini idarə edibdilər. Lakin Sultan II. Əbdülhəmid artıq buna bir dur demək qərarına gəlir. Belə ki, 1878-ci ildə o, yeni Osmanlıları 3 səbəbə istinad edərək qovur. Bunlardan birincisi, deyir ki, Balkanda üsyanlar baş verir mənə qarşı. Necə oldu? Siz nə inədiniz ki, yeni Osmanlılar Balkan yarımadasında bizə qarşı üsyanlar baş verdi? İkinci səbəb, 77-78-ci il müharibəsində məğlubiyyət olur, məğlubiyyətlə başa çatır və buna dair 2. Əbdülhəmid hesabat istəyir. Deyir, hesabat verin, görün mənə bu müharibədə niyə uduzduq yeni Osmanlı cəmiyyəti? Üçüncü bir məsələ isə deputatların bu müharibənin gedişatında, parlamentin deputatlarının bu müharibənin gedişatında öz hökumətlərini, yəni öz hakimiyyətlərini tənqid eləməsi idi. Müharibənin gedişatında yeni Osmanlılar hamısı bir-birinə qarışmışdılar və bir-birlərini didməklə məşğul idilər. 2. Əbdülhəmid onların arasındakı nifaqdan istifadə edərək yeni Osmanlıların 1878-də bütün dövlət aparatlarından uzaqlaşdırır və yeni Osmanlıların yaratdığı konstitusiyanı və parlamenti ləğv edir. Beləliklə Osmanlıdakı konstitusiyalı monarxiya rejimi 1876-da yarandı və 78-də 2. Əbdülhəmidin qərarı ilə başa çatdı. 1878-dən etibarən isə Osmanlı dövlətində 2. Əbdülhəmidin diktatorluq dövrü başladı. Hər bir şey Osmanlı Sultanı 2. Əbdülhəmidin dediyi kimi olmalı idi. Davam edək. Gənc türklər. Gənc türklər kimdir? Gənc türklər yeni Osmanlıların davamçısı hesab olunurlar. Onlar özlərinə aid yeni bir cəmiyyət yaradırlar. 1889-cu il İttihad və Tərəqqi. İttihad və Tərəqqinin proqramı nədən ibarətdir? Gəlin indi isə buna baxaq. İttihad və Tərəqqi 2. Əbdülhəmidə qarşı mübarizə aparır daha doğrusu və bundan başqa onların üzvləri gənc türklər adlanırdılar.
və gənc türklərin əsas məqsədi yeni Osmanlı dövründə, yeni Osmanlı cəmiyyətinin dövründə qəbul olunan konstitusiyanı və parlamenti yenidən bərpa etməkdən ibarət idi. Deməli, İttihat və Tərəqqi Cəmiyyəti nə zaman yaranıb? 1889. Nə adlanırlar onlar? Gənc türklər 2-ci Əbdülhəmidə qarşı idilər və onlar yeni Osmanlı cəmiyyətinin davamçısı. Yeni Osmanlıların bərpa yaratdıkları konstitusiya və parlamenti yenidən bərpa etməyə çalışırdılar. Bunun üçün 1908-də Sultan II. Əbdülhəmidə qarşı bir üsyan başladılar Makedoniya ərazisində və baş verən üsyanda Osmanlı Sultanı II. Əbdülhəmidə bir ultimatum verirlər. Ultimatumda bildirilir. Birinci, 1876-cı il konstitusiyası bərpa olunmalıdır və yenidən parlament açılmalıdır. Buna 2-ci Əbdülhəmid məcbur hər cavab verməli olur. Bunun qarşısını ala bilmir və beləliklə 1908-ci ildə gənc türklər inqilabı adlanan bir hadisə baş verir. Gənc türklərin inqilabı nəticəsində hakimiyyət gənc türklərin əlinə keçir və 2-ci Əbdülhəmid 1908-də yenidən 1876-cı il konstitusiyasını bərpa etmək məcburiyyətində qalır və beləliklə 1909-cu ildə gənc türklər 2-ci Əbdülhəmidi də taxtdan uzaqlaşdıraraqdan tam şəkildə hakimiyyəti ələ keçirirlər və Osmanlı gələcəkdə 1-ci Dünya müharibəsinə qoşulacaq və bu müharibə Osmanlı imperiyasının dağılmasına səbəb olacaq və Osmanlı imperiyasının dağılmasının əsas səbəbi elə həmən bu gənc türklər olur. Çünki gənc türklər əgər ki 1-ci Dünya müharibəsində Almaniyanın tərəfini tutmasaydılar, bəlkə də Osmanlı imperiyası hələ uzun müddət ayaq üstə qala bilərdi. 1909-cu ildə 2-ci Əbdülhəmidi devirən gənc türklər hakimiyyətə 5-ci Mehmet Reşatı gətirirlər. O da müharibə bitənə qədər 1918-ci ilə qədər hakimiyyətdə qalır. Beləliklə keçirik 20-ci əsrin əvvəlləri tarixindən danışırıq. Artıq biz Osmanlıların xəritəmizə yenə qayıdaq, danışmalıyıq 1912-ci ildə baş verən Trablis müharibəsindən 1911-1912. Tarixə Trablis olaraq düşən müharibə. Trablis bugünkü Liviya ərazisidir. Osmanlının 20-ci əsrin əvvəllərində sual düşür. Şimali Afrikadakı yeganə ərazisi haraydı? Demərsiniz Liviya. Liviya İtalyanlar Trablis deyirlər. 1911-12-ci illərdə burada müharibə baş verir və müharibə nəticəsində İtalyanlarla Osmanlılar arasında böyük döyüşlər olur və müharibənin nəticəsi olaraq İtalyanlar Liviyanı tam şəkildə ələ keçirirlər və beləliklə Trablis müharibəsi nəticəsində Osmanlı Afrikadakı sonuncu mülkü olan Liviya ərazisində itirir və buranı İtalyanlar ələ keçirir. Bununla da yekunlaşmır Osmanlının məşəqqəti. Belə ki 1912-ci il Balkan yarımadasında Bolqarıstan, Serbiya, belə deyək Yunanistan, həmçinin buradan adını çəkək biz Çernogoriya, yəni Qaradağ dövlətlər arasında bu 4 dövlət bir ittifaq yaradır. İttifaqımız adlanır Balkan İttifaqı. Balkan İttifaqı hansı dövlətə qarşı yönəldilmişdi? Təbii ki bilirik. Osmanlı dövlətinə qarşı. Osmanlı dövlətinə qarşı 1912-1913-cü illəri xatırlayan 1-ci Balkan müharibəsindən danışaq. Osmanlıya qarşı başlayan 1-ci Balkan müharibəsi 1912-13-cü illəri əhatə elədi. Müharibə nəticəsində Osmanlı Avropadakı torpaqlarının böyük bir hissəsini Ədirnə şəhəri daxil olmaqla itirdi. Və bundan başqa Osmanlının ərazisi sadəcə Avropa qitəsində Şərqi Frakiya ərazisi ilə məhdudlaşdı. Beləliklə 1912-13-cü il 1-ci Balkan müharibəsi olaraq tarixə düşüb. Balkan müharibəsinin tərəfləri bir tərəfdə Osmanlı, digər tərəfdə isə Bolqarıstan, Serbiya, Qaradağ və Yunanistan idi. Müharibənin nəticəsində London müqaviləsi imzalanır 1913-cü ildə. London müqaviləsinin şərtinə görə Osmanlı Avropada bütün torpaqlarını Ədirnə şəhəri daxil olmaqla itirir. Yalnız Osmanlı ərazisində Avropa qitəsində Şərqi Frakiya ərazisinin bir hissəsi qalır və beləliklə bu Osmanlıya ağır bir zərbə kimi dəyir. Lakin Osmanlı Balkan yarımadasında 1-ci Balkan müharibəsində itirdiyi torpaqların bir hissəsini geri qaytaracaq. Necəmi? 2-ci Balkan müharibəsi. 2-ci Balkan müharibəsi isə 1913-cü ildə baş verib. Bu səfər müharibə
keçmiş Balkan İttifaqının üzvlərinin özləri arasında baş verir. Belə ki, Bolqarıstan dövləti London müqaviləsinin şərtlərinə görə özünə düşən payın az olmasını iddia irəli sürür və Balkan yarımadasının yerləşən digər Balkan İttifaqı ölkələrinə müharibə elan edir və beləliklə 2-ci Balkan müharibəsi başlayır. Bolqarıstan tək başına bütün Balkan İttifaqına qarşı müharibə elan edir, döyüşür. Osmanlı bunu fürsət bilərəkdən Bolqaristana müharibə elan edir və müharibədən Osmanlı həqiqətən də qazancla çıxa bilir. Belə ki, 1913-cü ildə yenə Buxarest sülh müqaviləsi imzalanır. Diqqət, 1812-1913 oxşar cəhət Buxarest sülh müqaviləsi. Buxarest sülhünə görə Osmanlı Avropada Balkan yarımadasındakı itirdiyi torpaqların müəyyən bir hissəsini Ədirnə torpaqları daxil olmaqla geriyə qaytarır. Beləliklə biz Osmanlının 20-ci əsrin əvvəlləri 1-ci Dünya müharibəsinə qədər olan siyasi, iqtisadi və mədəni həyatı barədə danışdıq. Ümid edirəm ki, Osmanlı dövləti mövzusu sizin üçün artıq anlaşıqlı oldu. Dövlətin tarixini oxuyan zaman mütləq şəkildə illərə, sülh müqavilələrinin nəticəsində itirdiyi ərazilərə, qazandığı ərazilərə, hansı dövlətlərə daxili muxtariyyət, hansı dövlətlərə müstəqillik verilməsinə mütləq şəkildə diqqət yetirin. Sağ olun, gələn mövzu izahatlarında görüşənə qədər salamat qalın.